Dermatovenerolog, androlog Azər Mirzəyev studiyamızdadır. Evrikamed Tibb Mərkəzində fəaliyyətini davam etdirir. Müraciətlərinizi edə bilərsiniz. Xoş gördük Azər həkim, necəsiz? Salam, xoş gününüz olsun. Yaxşıdır, hər şey qaydasındadır. Elə valideynlər, elə ailələr var ki, evdə bir yox, bir neçə oğul böyüdür, gələcəyi var bunun düşünərəkdən. Vaxtında, zamanında bu və ya digər şikayətlər meydana çıxacaqsa, həkim sadalayacaq onları. Mütləq şəkildə həkim müayinəsinə aparın. Niyə? Çünki insanlar, biz uşaqları dünyaya gətirdikdən sonra onlara cəmiyyətə sağlam şəkildə qazandırmalıyıq. Sadəcə fiziki qüsurları deyil, əqli qüsurları deyil, eyni ilə də sağlamlığı ön planda olmalıdır. Məhz buna xüsusilə analar riayət etsin, ekran qarşısına yaxın əyləşin. Bugün kişilərdə cinsi zəiflikdən danışacaq, potensiya zəifliyi hansı səbəblərdən yaranır? Sizin təcrübənizdən faydalanmaq istəyərdik. Ümumiyyətlə, cinsi zəiflik mövzusu həmişə aktual olub, amma bu kişilərin utandığı və müzakirə etmədikləri mövzudur. Hansı ki, onlar çəkinirlər, hətta bunu həkimə də bəzən çox çətinliklə gəlib deyirlər. Bunu son anda gəlib deyirlər ki, bunda problem var. O vaxt ki, artıq ailə həyatı qurubdur və yaxud da ki, artıq özündə bunu hiss edir. Yəni ki, gənc oğlanlar yeniyetmə devrindən etibarən özlərində müəyyən cinsi dəyişikliklər hiss edirlər və bəzən onlar bunu görmədikdə, bilmədikdə, yəni hiss eləmədikdə narahat olmağa başlayırlar, amma bir qismi isə heç ona fikir vermir. Sonradan bu böyük bir qlobal problemə çıxır. Amma sağlamlığın bir problemidir, hansı ki, nə qədər tez vaxtında üstünə düşsələr, bir o qədər tez o problemi həll edə bilərlər. Cinsi zəiflik, əgər istənilən bir bəy, istənilən bir kişi öz cinsi funksiyasını icra edə bilmirsə, yəni ereksiya baş tutmursa və potensiya zəifliyi varsa və bu adam öz cinsi funksiyasını icra edə bilmirsə, bu cinsi zəiflikdir. Və bu zaman artıq bu insan narahat olmalıdır, səbəbini araşdırmaq üçün həkimə getməlidir. Biz araşdırdıqda, bu pasiyentlərlə işlədikdə görürük ki, burada problemin kökündə çox ciddi məsələlər dayanır. Bu, fiziki və sinir psixoloji durumda olan dəyişikliklərlə əlaqədar olur. Fiziki durumda olan dəyişikliklər ilk növbədə bu şəxsin hormonal balansında olan problemlər, yəni testosteron qıtlığı, testosteron zəifliyi və yaxud o adamın keçirdiyi həyat tərzi, onun elə bir işdə işləyir ki, məsəl üçün, onun cinsi sferada problemini yaradır bu iş. Yəni, gecə yuxusuzluğu və yaxud ağır fiziki iş, bunlar da gətirib cinsi zəiflik yarada bilər. Digər tərəfdən həmin şəxsin sinir psixologiyasında olan problemlər, ciddi depressiya, stres və eyni zamanda həmin şəxsin sinir psixoloji durumuna görə qəbul elədiyi müəyyən dərman vasitələri, bunlar da gətirib həmin şəxsi ciddi problemlə üz-üzə qoya bilər. Yəni, müşahidələr nə göstərir? Daha çox altda yatan səbəblər fiziki səbəblərdir, yoxsa psixoloji səbəblərdir? Hər iki səbəb ola bilər. Amma əsasən gənc və orta yaşlı insanlarda, bu 30 yaşa qədər insanlarda biz daha çox sinir psixoloji durumda olan problemlərlə bağlı cinsi zəifliyə daha çox rast gəlirik. Bəzən heç bir onun fiziki durumunda problem olmur, amma sadəcə olaraq keçirdiyi bir stres, gərginlik, bir depressiya nəticəsində onda cinsi zəiflik aşkar olunur. Bu da var. Amma digər tərəfdən, bayaq dediyim kimi, fiziki durumda olan müəyyən problemlər, yəni ki, həmin şəxsin keçirdiyi müəyyən infeksiyon xəstəliklər, bu cinsi infeksiyalar ola bilər və eyni zamanda cinsi infeksiyalar olmaya da bilər. Çünki digər xəstəliklər də orqanizmi zəiflədərək cinsi sferada potensiya pozğunluğuna gətirib çıxara bilər. Və yaxud da ki, cinsi infeksiyaların fəsadı kimi bu ortaya çıxa bilər. Bəzən deyirlər, hormonu test et, dərman ver, prinsipi işləmir. Çünki altda yatan səbəb çox ola bilər, müxtəlif ola bilər. Onları aradan qaldırmadan məqsədə, hədəfə çatmaq mümkün deyil. Düzdür. Mən amma sizə deyim, deməli, burada əsasən bizə rast gəlir cavan, orta və yaşlı nəslin nümayəndələrində əmələ gələn cinsi zəiflik. Bunlar bir-birindən fərqlənir. Yəni, nə ilə fərqlənir? Əsas fərq ondan ibarət olur ki, biz əsasən cavan yaşlı insanlarda, bayaq dediyim kimi, sinir psixoloji durumda olan cinsi zəiflərə daha çox rast gəlirik. Yəni ki, özgüvənin olmaması, həmin şəxsin bu barədə ümumiyyətlə adamın bilgisinin olmaması və yaxud da ki, evdə olan ciddi münasibətlər, yəni ki, təlim-tərbiyədə olan münasibətlərdən gedir söhbət. Həmin adam hər hansı bir məngənədə böyüyübdür, belə deyək də. Yəni ki, adamın konkret bir sərhədlər qoyulubdur bütün məsələlərdə. Ona heç bir şeyi vaxtında izah etməyiblər. Yəni ki, ümumiyyətlə demək istəyirəm ki, bizim mentalitetdə belədir ki, bu barədə ümumiyyətlə evdə, ailədə heç vaxt uşağa müəyyən bir məsləhətlər, müəyyən bir yol göstərmələr, tövsiyələr olmur. Adətən bu belədir. İndi son zamanlar ola bilər ki, biraz bu
inkişafla əlaqədar, yəni inkişaf dedikdə insanların sinir psixologiyasının dəyişməsi və yaxud da ki, onların bu sahədə maariflənməsinin artması ilə əlaqədar onlar ola bilər ki, öz övladlarına müəyyən tövsiyələr verirlər. Ancaq bu son 5-10 il ərzində baş verir. Amma əvvəllər tamamilə bu məsələ bir, belə deyək də, tabu şəklində insanlar bu barədə danışmaqdan, bu müzakirələrdən çəkinirdilər. İstəyir qız, istəyirsə də oğlan övladı olan ailələrdə bu çox ciddi bir mövzu idi. Yəni, ancaq o vaxt müraciət edirdilər ki, məsəl üçün, oğlan özündə bir narahatçılıq, ciddi narahatçılıq hiss edir. Gedib hər hansı bir səhv addım atıb və xəstələnib. Yəni, söhbət cinsi infeksiyadan gedir. Heç valideynə də demir, qorxusundan, gedir dostundan və yaxud da ki, gedir hər hansı bir aptekdən bir dərman alıb qəbul etmək istəyir. Amma bu sonda arzu olunmaz halla nəticələnə bilər. Yəni ki, bu xəstəliyin bloklanmasına, onun gizli formada, xroniki formaya keçməsinə və bir neçə ildən sonra həmin o cavan oğlanın evlənən vaxtı potensiya pozğunluğuna gətirib çıxara bilər. Yəni artıq o görür ki, bəlkə adam deyil, cinsi zəifliyi var və yaxud da ki, onun uşağı olmur. Biraz belə daha geniş formada desək. Yəni, spermatogenez prosesi tamamilə pozulubdur. Bu da onun vaxtilə keçirdiyi hər hansı bir infeksiyanın nəticəsi fonunda baş verə bilir. Yəni, bunları deməkdə məqsədim odur ki, cinsi zəiflik elə-belə yaranmır. Yəni, adam yatdı, səhər gün durdu, gördü ki, cinsi zəiflik yox. Belə şey olmur. Ona qədər olan məsafə var, ona qədər olan pillələr var. Yəni, o pillələr gənc, cavan yaşlarında bir başqa olur. Orta yaşlı bizim bəylərdə isə bu çox vaxt xroniki prostatitin fəsadı kimi özünü göstərir. Xroniki prostatit də əsas etibarilə durğunluq prostatiti deyilir buna, hansı ki, həmin şəxsin keçirdiyi həyat tərzi. Oturaq həyat tərzi, işdə oturur, yəni ki, işləyir uzun müddət, saatlarla, sonra avtomobildən istifadə edir, gəlir evdə divanda oturur, televizora baxır uzun müddət. Yəni, adam hərəkət eləmir. Hərəkətsizlikdən aşağı çanaq orqanlarında mikrosirkulyasiyanın pozulması, yəni ki, kifayət qədər prostata, penisə qan axını olmadığına görə həmin şəxs günün birində görür ki, artıq o cinsi funksiyasını yerinə yetirə bilmir. Yəni, potensiya pozulubdur, cinsi zəiflik görür özündə. Amma hərçənd baxanda onun yaşı çox deyil. Niyə ki, biz utanıb çəkinməliyik bundan? Qadınlarla bağlı bir çox mövzuları, ginekoloji mövzularda artıq onkoloji səviyyəyə qədər, hüceyrə səviyyəsinə qədər, histoloji səviyyəyə qədər danışırıq, müzakirələr aparırıq. Niyə? Çünki elə hələ də əvvəlki kimi düşünənlər var ki, sonsuzluq varsa səbəbi daha çox qadınlardadır və s. müayinə olunmalıdır. Nədənsə o deyir sizə səhvə yol verib. Niyə onu səhv kimi qələmə veririk ki? İnsan həyatını yaşayıb, amma infeksiyaya yoluxub. Bunu belə desək daha doğru olar. Amma o səhvin ucbatından daşıyıcı olaraq qadında biz axtarıb tapırıq o cinsi yolla keçən infeksiyanı. Fikrimi çatdıra bilirəm. Nədənsə biz bugünkü gündə qadınları, qızları müayinəyə göndəririk, tövsiyələrimiz məhz o istiqamətdədir. Amma kişilərə gələndə aman-aman utanır, ayıbdır, xeyr. İstənilən ixtisas həkimində xəstə ilə həkim arasında anonimlik qorunur. Bunu heç kəs etiraz eləyə bilməz. Heç bir həkim digər xəstə haqqında başqa birinə məlumat ötürmür. Bu barədə rahat ola bilərsiniz. Ona görə var olan simptomları bir şey diqqətimi çəkdi. Doktor, siz deyirsiniz ki, biz özümüz araşdırırıq və ən sonda gəlir deyir ki, hə, cinsi zəiflik var. Çünki ilk gələndə problemin o olduğunu demir. Bəlkə də infeksiyanı bəhanə eləyir, gəlir. Bəlkə də uşağı olmur deyə bəhanə eləyib sonsuzluqla gəlir. Amma nəticə etibarilə baxırsan ki, həkim bir araşdırır ki, sən demə bunun dərdi cinsi zəiflikdir. Bunun cinsi həyatında hər şey qaydasında deyil. Yəni, hər şey açıq-açıq ilk görüşdə etiraf etməyi bacarmalıyıq. Bəzən olur, hətta həyat yoldaşları özləri göndərir ki, get bu problemin həlli ilə məşğul ol. Adam özü gəlmək istəmir. Biz buna çox tez rast gəlirik. Yəni, şəxsən mən praktikamda bunu görmüşəm. Bu da alqışlanmalıdır. Ən azından görür ki, həmin adamın sağlamlığında problem var. Niyə olsun ki? Cavan adamlardır, yəni ki, həyatlarını yaşamalıdırlar. Ona görə bu məsələ çox vacib bir məsələdir və mən düşünürəm ki, bu televiziya ekranlarında bu işıqlandırılmalıdır, maariflənmə olmalıdır. Siz zaten bu istiqamətdə işlər görürsünüz, bu çox təqdirə layiqdir. Bunu danışmaq, demək lazımdır ki, gənc nəsil bilsin və onlar bizim gələcək genofondumuzu təşkil edəcəklər. Ona görə sağlam nəsil formalaşmalıdır, sağlam nəsil yetişməlidir. Bu barədə məktəblərdə, institutlarda, universitetlərdə mən deyərdim ki, xüsusi bir kurslar da olmalıdır, tədris eləməlidirlər ki, insanlar maariflənsin. Çünki gəncdir, cavandır, o bilmir.
bəzən utanır ata-anasından soruşmağa. Biz anonim işləyirik. Kim bizə zəng də eləsə, qəbulumuza da gəlsə də, onlar hamısı gizli, anonim qalır və həkimlə xəstə arasında olan münasibət, o həkimlik sirri deyilən bir sirr ki var, o qorunur. Verilişin əvvəlində nə gözəl dediniz, daha çox səbəblər psixoloji, düşüncə, elə oradan qaynaqlanır. Hər nə qədər xəstəlik fonunda olsa da, bunun adı üzərindədir. Potensiya zəifliyi, dediyiniz kimi qan dövranı və damar divarında olan problem səbəbilə. Niyə? Çünki relaksasiya getmədiyi halda, insan rahat nə istədiyini bilmədiyi halda xəstəliklər də baş qaldırıb o anda yəqin ki, problemini qabartmış olacaq. Əslində onun mexanizmini bilsələr... Mexanizmi bilsələr, onlar üçün aydın olar və başa düşərlər ki, bu problem nədir və onun həlli də var. Amma bayaq dediyiniz kimi, o sinir psixoloji məsələ, bəzən o cavan yaşda olan insanlar bir xəstəliyə tutulanda və yaxud özlərində cinsi zəiflik hiss edəndə onlar çox tez stres yaşayırlar, depressiyaya düşürlər. Mənə dəfələrlə olub, zəng eləyirlər, yazırlar və mən görürəm ki, bunu yazan adam nə qədər ruhən gərginlik keçirir, nə qədər o bu problemin həll etməyə çalışır, amma bunu gizlədir, ətrafına deyə bilmir və bizə deyir və bəzən də elə yaşlar olur ki, mən onlara müraciət edirəm ki, valideyninizlə bir yerdə gəlin. Çünki onun o tək gəlib həll etmək mümkün, bacarığında deyil. Yəni, o gələ bilər, ancaq orada müəyyən suallar çıxır. Valideyni deyirsiniz o yaşda, doktor? Valideynlər, məsəl üçün, gənc yaşında, cavan yaşında insanlardır və bunlarda bu sahədə problem yaranıbdır. Yəni ki, o adam elə adamdır ki... Yəni, valideynin rolunu başa düşməyə çalışıram. Valideynin rolu ondan ibarət olacaq ki, bu adam heç arada işləmir, tələbədir, məsəl üçün. O gəlib və müayinələrdən keçməlidir və müalicə almalıdır. Amma onun buna gücü çatmayacaqdır. Səhəri gün ona dərman yazacaq. Bu evdə bu dərmanları qəbul edəndə bəs gizli mi qəbul edilməlidir? Yox. Valideyn görəcək, sən bu dərmanı nəyə görə qəbul edirsən? Ailədə belə yəni yetkin yaşında olduğuna görə valideyn nəzarətinə. Yeniyetmə yetkin yaşlara da biz rast gəlirik və onları biz mütləq şəkildə adamın əgər yaşı kifayət qədər deyilsə, biz onu valideynlə dəvət edirik. Amma təbii ki, müəyyən yaş qruplarına o şamil edilmir. Əsasən burada rolu oynayan testosterondur və onun artıqlığı, əksikliyi. Heç artıqlığına yüksək olması hallarına rast gəlirsiniz, doktor? Ümumiyyətlə, kişi hormonu testosteron, bu biraz kobud da səslənsə, kişilərin yanacağıdır. Yəni, bununla hərəkət edir. Onların bütün həyat ritmi bu testosteronun üzərində qurulubdur. Bunu artıq onlar yeniyetmə vaxtından hiss edirlər. Normada 10-35 nanomol arasındadır bu normativ, amma dəyişir, siz demiş. Yəni ki, bunun artması da ola bilir, aşağı düşməsi də ola bilir. Yəni artması təbii yolla olur, süni yolla olur, yoxsa ümumiyyətlə... Artması bəzən bu hormonal dizbalans baş verir, həmin şəxsin həddən ziyadə hər hansı bir dərman preparatlarından və yaxud da ki, öz başına süni testosterondan istifadə eləməsi hallarına da biz rast gəlirik. Müəyyən məqsədlər üçün eləyirlər, bilmirəm, yəni deyirəm, burada konkret demək çətindir. Bu nəyə görə getdi, onu aldı, içdi. Bəlkə öz əzalarını daha da inkişaf elətdirmək üçün, bəlkə daha yaxşı performans göstərmək üçün dırnaq arası demək istəyirəm bunu. Amma bu hamısı zərərlidir, ziyandır. Ümumiyyətlə, süni hər bir şey zərərdir. Bəli. Və orqanizmə kənardan hər hansı bir müdaxilənin edilməsi özü yol verilməzdir. Tibbdə də belə bir söz var, non-noceri, rusca nivridi, zərər vurma. Yəni ki, zərər vurmaq olmaz. Bu, həm həkimə aiddir, həm pasiyentə aiddir. Fayda verə bilmirsənsə, zərər vurmaq. Bəli, zərər vurmaq olmaz. Və pasiyentə də ona uyğun dərman preparatları təyin olunmalıdır. Ola bilməz ki, sən yüngül formada gələn cinsi zəifliyə sən güclü stimulyatorlar verəsən. Bu, onu məhv eləyəcəkdir. Bunu olmaz. Və yaxud da ki, həmin şəxslər hardansa eşidirlər və reklamlardan və yaxud da ki, internet şəbəkəsindən müəyyən bir dərmanlar cinsi zəifliyi müalicə edir. Gedib onu alırlar, sifariş edirlər. Elə düşünür ki, bir tabletka ilə düzələcək. İnanın mənə, İlhamə xanım, mənim pasiyentlərim olubdur. Uzun müddət, hətta uzun illər bəzi dərmanlardan istifadə ediblər. Mən indi reklam olmasın deyə onların adını çəkməyəcəm. Bu dərmanlar stimulyatorlardır. Bu satılır açıq aptek şəbəkəsində və onu içiblər və gəlirlər, deyirlər ki, doktor, məndə hər şey yaxşı idi. Mən birdən-birə gördüm ki, mən artıq əmən adam deyiləm, zəifəm. Yaşı 25, 28, 30, bu belə cavan yaşlı adamlardır. Deyirəm, axı, necə oldu bu? Necə səndə yaxşı idi hər şey? Fizioloji funksiyamı yerinə yetirmək üçün gedirdim, aptekdən dərmanı alırdım, içirdim. Günün biri gördüm ki, artıq o içdiyim dərman mənə təsir eləmir. Bu o deməkdir ki, orqanizmdə artıq o içilən dərman depolaşıbdır və o
beyin artıq onu qəbul eləmir. Yəni ki, bu artıq ziyan verir buna. Bəli. Çünki cavan orqanizmə kənardan hər hansı bir müdaxilə ehtiyac yoxdur. Orqanizm özünü təmin eləyir tam şəkildə testosteronla da, digər hormonlar da normal ifraz olunur və ritmdən gedir bu. İnanın, neçə müddət bu dərmandan istifadə edən həmin şəxslər sonra çox acınacaqlı vəziyyətə düşürlər və uzun müddət bunlara müalicə tələb olunur. Həm sinir psixoloji durumu korlanır həmin adamların və onlarda ciddi belə... Dünyasını dəyişənlər az olmuyor. Dünyasını dəyişənlər bilirsiniz necə insanlar olubdur. Hansı ki bunlar böyük miqdarda gedib birdən-birə böyük miqdarda həmin o molekullardan alıb istifadə ediblər. Bəzən hətta elələri də mən eşitmişəm. Qarışdırırlar. Bir-iki tabletka güclü şəkildə o güclü stimulyatorlarda, hansı ki onları çox az dozada, onu veriləndə də protokola uyğun az dozada verilir pasientlərə. Amma bunlar gedib birdən-birə çox güclü bir dozada həmin o stimulatoru alıb qəbul edirlər və onlar həmin günü öz həyatlarını itirirlər. Yəni ki, təzyiq, eyni zamanda ürək çırpıntısı elə vəziyyətə gəlib çatır ki, təcili yardım gəlib çata bilmir. Çox təəssüf eləməli haldır ki, belə hallar olur. Onlar bəzən bunu gizli edirlər. Bu çox acınacaqlı bir haldır ki, bunu demirlər. Yəni ən azından kiməsə, həkimə desələr, həkim deyəcək, eləmə bunu, etmə bunu. Bəzi o dərmanı qəbul edən şəxslər uzun müddət ürək-damar sistemi xəstəliklərinə əziyyət çəkirlər və onlar bunu edirlər və əsasən də bu 50 plus yaşlı bizim... Az öncə nə dedim? Mexanizmi bilmirlər. Bu çox sərt bir addımdır. Əslində elə gənc yaşlarda, cavan yaşlarda insan özünün varlıq olduğunu, canlı varlıq olduğunu cinsə görə zamanında müəyyən bilgiləri əldə etmiş olsa, inanın suyu da içmədən öncə düşünər. Mən bunu niyə içirəm? Nə zaman içməliyəm və nə qədər içməliyəm? Bax, o süni şəkildə eşidir kişilik hormonu, testosteron. Qadında da var, kişidə də var. Qadında az miqdarda, kişidə çox miqdarda və bunun tərsi estrogenə şamil olunursa, kişiyə lazım olan testosteron hormonudur. Nə etməliyəm? Demək ki, bunu artıranda hər şey daha yüksək səviyyədə, daha pik həddə çatacaq və o dediyiniz həzzi, ləzzəti və s. görmüş olacaq. Amma sənin orqanizmin ona yol verirmi? Orqanizmə o lazımdırmı? Həkim nə gözəl deyir, testosteronu daxildən orqanizm özü istehsal edir. Endogen yerlər var ki, endogen testosteron verir orqanizm. Amma bunu nikotinə və s. biz niyə pis vərdiş deyirik? Kənardan alanda artıq orqanizm tənbəlləşir. Yanlış deyirəm, doktor? Testosteronda da eyni ilə. Kənardan bunu süni şəkildə artırmaq, bax, hər zaman deyəndə deyirlər, qadağadır, bu barədə danışma. Oğlanlar əgər tələf olursa, sağlamlığı əldən gedirsə, yəni gələcəkdə sonsuz qalır. Niyə mən bunu efirdən səsləndirməyim? Halbuki bu tibbi problemdir, ciddi sağlamlıq problemidir və buradan bir daha səslənirəm ki, etməyin bunu. Əgər buna ehtiyac varsa, testosteron təbii yolu artıqlığı çox nadir hallarda olur və çox böyük hallarda da asimptomatik olur. Amma bunu süni yolla yaradanda, hansısa məqsədlə, bilgisiz şəkildə, o zaman problemlər baş qaldırır. Bilirsiniz necədir? Mütləq həkimlə məsləhətləşin. Ümumiyyətlə, bizim kişilər heç vaxt özlərini zəif görmək istəmirlər. Bu yaxşı bir haldır. Asan yol axtarırlar. Və bu asan yol onları daha da uçuruma aparır. Söhbət bundan gedir. Digər tərəfdən, mən sizə deyim, artıq testosteronun zəiflik hiss olunanda bu insanlar onu hiss edirlər. 40 yaşından sonra, 45 yaşından sonra testosteronun ildə 1%, 2% aşağı düşməsi bu təbii bir haldır. Bunu biz bilirik. Amma bəzən daha tez testosteronun aşağı düşməsini, daha sürətlə aşağı enməsinin şahidi oluruq. Burada da bu pasientlərdə ilk növbədə cinsi həvəsin sönməsi, cinsi belə deyək, onlarda artıq marağın olmaması, həyata marağın sönməsi, gündəlik işlərini onlar əvvəl kimi icra edə bilmirlər, gecə yuxusunun pozulması, bundan başqa bunlar çox əsəbi olurlar, gərgin olurlar ətrafdakılara qarşı və yaxud da ki, öz həyat yoldaşına qarşı və s. öz uşaqlarına qarşı. Bunlar sonda gətirib həmin şəxsi depressiyaya qədər çıxarda bilər. Ona görə bunun da səbəbi, bayaq danışdığımız kimi, bunun alt səbəbi hormonal pozğunluğu elə-belə əmələ gəlmir. Bu, ya hər hansı bir güclü stressdən, həyəcandan, qorxudan baş verir, ya da ki, hər hansı bir xəstəliyin fəsadı kimi ortaya çıxa bilir. Qısa bir vaxtdan sonra, düzgün müalicə aldıqdan sonra testosteron artıq özü yenə də öz məcrasına gəlir, yəni ki, düzəlir. Burada süni dərmanlara ehtiyac olmur. Adi müəyyən vitaminlər, adi vitamin mikroelement kompleksi, müəyyən qida əlavələri, bioloji aktiv maddələr,
bunları həkim nəzarəti ilə qəbul edildikdə, düzgün müalicə sxemi ilə qəbul etdikdə, həmin cavan adamlarda yəni ki, testosteron öz normal ritminə, öz normal axarına düşür. Ürək-damar sistemində problemi var və o da cinsi sferaya təsir eləyir. Təzyiqi var, şəkəri var, cinsi sferaya təsir eləyir. Əslində, simptomsuz da ola bilər bəzən bu potensiya zəifliyi, disfunksiyalar. Amma insan rutin kontrollara gedərsə, androloq həkim məsləhətlərini eşitmiş olarsa, hər şey vaxtında aradan qaldıra bilər. Məncə, burada utanılacaq, çəkiniləcək, qorxacaq, sıxılacaq bir məqam yoxdur. Həkimlə üz-üzə oturub, problem nədirsə onu demək, araşdırmaq həkimin nəzarəti altında. Çünki bunu süni şəkildə testosterondan danışmışkən elə, orada əlavə eləyək, onu süni şəkildə artırsaq belə yenə də ürəyimiz riskə girir, yenə də təzyiqimiz riskə girir, yenə də sağlamlıq qaraciyərdən tut, bütün orqanlar sıradan çıxma ehtimalları, saç tökülməsinə qədər problem yaşaya bilərik. Amma həkim nəzarətində əgər dizbalans varsa, bunu normaya qaldırmaq bizi bu kimi əlamətlərlə qarşı-qarşıya qoymayacaq. Ürək-damar sistemi xəstələri, şəkərli diabet xəstələri, bunlar özlərində artıq müəyyən dəyişikliklər hiss edəndə bu vaxtı uzatmamalıdırlar. Ki, paralel androloqun müalicəsini almalıdırlar ki, onların qəbul edildikləri dərman preparatları bunları tamamilə potensiyasını pozmasın. Bəziləri bununla razılaşırlar və heç həkimə də getmirlər. Amma digər bizim pasiyentlər var ki, onlar öz aktiv həyat fəaliyyətlərini davam etdirmək istəyirlər və bu istiqamətdə çıxış yolları axtarırlar. Çıxış yolu isə mütəxəssisə müraciət etmək, düzgün müalicə kursu keçmək, təbii ki, öz dərman preparatlarını qəbul eləməklə. Çünki elə dərman preparatları var ki, o qrupdan olan xəstələr onu kəsə bilməzlər. Onlar ömürlərinin axırına kimi onları da qəbul eləməlidirlər. Ona görə də biz bir problemi həll etdikdə digər problemi yaratmamalıyıq. Bu nöqteyi nəzərdən həkimlər paralel işləməlidirlər ki, pasiyent məmnun olsun. Bizim üçün də ən önəmli bizim pasiyentlərin məmnun olmağıdır. Məni qorxudan bilirsiniz nədir, doktor? Simptomların olmaması. Bu o demək deyil ki, təhlükəli vəziyyətə giririk. Əslində bu latent risk sayılır da. Səhv eləmirəmsə, simptom yoxdursa bədən onu kompensasiya edir deməkdir. Yəni, istər testosteron yüksək olsun, istər aşağı olsun, istər potensiya zəifliyi olsun, spermatozoid, spermatogenezdə dəyişiklik, azlıq, hərəkətsizlik və ya testisin xayaların ölçüsündə bir dəyişiklik, prostatda şişkinlik və s. Yəni, bunu bədən yanlış addım atsaq belə, bəlli bir zaman haradasa kompensasiya eləyir və ortada heç bir simptom yoxdur. İnsanlar var ki, gəzir, hətta fəxr edir, mənim heç bir problemim yoxdur. Amma analiz verəndə baxırsan ki, prostat böyüməsindən belə en qədər problemi var. Niyə? Çünki latent risk. Məni qorxudan əslində budur. Ona görə deyirəm ki, rutin kontrollara getsinlər. Budur bugünkü gündə məsələ. Profilaktik. Problem olmağını gözləməyin. Problem yoxdursa olmayacaq anlamına gəlmir. Problem, yəni simptomun özünü göstərmirsə, yoxdur anlamına gəlmir. Tamamilə düzgün buyurursunuz. Ümumiyyətlə, kişilər yaxşı olar ki, ildə ən azından bir dəfə kontroldan keçsinlər, yəni androloqun müayinəsindən keçsinlər. Burada da əsas müayinə, ultrasəs müayinəsi, cinsi infeksiyaların müayinəsi, testosteron müayinəsi, qanın analizi, sidiyin analizi, yaşlı bizim şəxslərdə prostat spesifik antigenin müayinəsi, yəni bu bizim gələcəkdə həmin şəxsin xərçəng riski ilə qarşılaşacağını göstərən əsas amillərdən biridir. Ona görə PSA müayinəsi çox önəmlidir. Bir də cinsi zəifliyin əsas o əlamətləri ki var, onu artıq bizim kişilər özlərində hiss etdikdə, məsələn, hansı əlamətlərdir? Bu, səhər ereksiyasının olmaması, cinsi həvəsin itməsi, cinsi marağın olmaması, cinsi əlaqə zamanı cinsi əlaqənin yarımçıq kəsilməsi, sonacan çatmaması, bu kimi halları gördükdə onlar narahat olmalıdırlar ki, artıq bunlarda problem var. Amma bəzən onlar bunu qulaq ardına vurur, yəni görməzdən gəlirlər və ayları, illərə satırlar. Onda proses xronikləşir və həmin şəxs sonra artıq sinir psixoloji durumunda müəyyən dəyişikliklər hiss edir özündə və bu tək özünə yox, ətrafdakılara da zərər vurur. Ona görə də bu pasiyentlər diqqətli olmalıdırlar, utanmamalıdırlar, çəkinməməlidirlər, müraciət edəməlidirlər və problemlərin həlli ilə məşğul olmalıdırlar. Yəni, cinsi zəiflik bu problem deyil əslində. Sadəcə olaraq diqqət tələb edən bir, belə deyək də, bir sahədir ki, bir vəziyyətdir ki, bunu da həll eləmək mümkündür. Xoş oldu, doktor. Xatırladım, dermatoveneroloq, androloq Azər Mirzəyev studiyamızın həkim qonağı idi. Evrikamed tibb mərkəzində fəaliyyətini davam etdirir. Buyurun, müraciətlərinizi edə bilərsiniz.